Susamısan? Bizon Ice Coffee ilə susuzluğu alt-üst et. Əsrlərdir öz sirrini qoruyan sonsuz dərinlik, təbiətin digər möcüzəsi ilə birləşir. Patron, dəniz duzunun günə baxana saf toxunuşudur. Patron, kimyəvi maddələrdən uzaq, ləzzətin keyfiyyətə sadiqliyi nümunəsidir. Unudulmaz anların ən ləzzətli dostu, Patron, ən səmimi anlar üçün. 110 min kvadrat metr ərazini əhatə edən, geniş avtodayanacaq sahəsi ilə seçilən bizim ev mebel şəhəri 100-dən çox brend mağazası ilə müştərilərə xidmət göstərir. Burada avangard, klassik, modern üslubda yerli və müxtəlif ölkələrin istehsalı olan yumşaq, qonaq, yataq, gənc, mətbəx və ofis mebelləri təqdim olunur. Bol çeşid, zəngin dizayn seçimi, sərfəli qiymətlər, yüksək servis və yerində kredit imkanları. Bütün bunlar bizim ev mebel şəhərində. Ziyarət etməyə tələsin. Patronun, Bizonun və bizim ev mebel şəhərinin baş sponsorluğu, Smart boyalarının xüsusi sponsorluğu ilə iki qapı arasında serialı başladı. Səsinin tonunu aşağı sal, bildin? Özə mənim uşağım sakit uşaqdır. Çox sakitdir. Anasına baxanda bilinir elə nətər sakitdir. Nətər tərbiyə vermisənsə məlumdur da elə. Belə deyirsən tərbiyə. Səni burada elə yolaram ki, heç kim əlimi tutmaz ha. Sən gələrsən ha. Mən oldum mən. Bəsdirdə qonqulş eşitdi ya. Görmürsən bu ifritəni? Niyə saçını yol qoy elə dincəldə. Sənə yaraşar. Bibi qurban gəl bu tərəfə. Sənə yaraşmaz heç. Yox, məndən üzr istəməkdənsə deyir ki, yaxşı eləmişəm. Sən eləsən, səni o evdən mən çıxardım, sən bax gündə. Sənin gözün soyum, qoy gedim buna bir kəlmə söz deyim də. Bibi qurban gəl. Gəl, ayıbdır. Ay sevgi bacı, bir səbirli ol, bir özvə əla. Uşaqdılar da, dalaşıblar. Narahat olma, düzələcək. Başa düşürəm, Fazil qardaş uşaqdır, dalaşıblar. Amma görmürsən kirayəşindir, mən onu yola verirəm, hörmət eləyirəm, xətrinə dəmirəm, amma gəlir oturur mənim boynumda. Səbirli ol. Mən onu bu evdən çıxardım, o da baxsın. Deyə bu saat mən Sadiqə yığıram. Deyəm, gəl qızım. Bahar gələndə məndə bitərəm göy çəməndə. Mən baharın qızıyam. Köynəyi qırmızıyam qırmızı. Mən baharın qızıyam. Ay sarı köynək bir dəqiqə dayan. Ay oğlum. Qırmızıyam qırmızı. Ay sən Baharın qızı deyilsən, boşuna. Sən Fazilin başçısı olursan. Adam anasının adını kənddə, mağazada, orada, burada söyləmir. Şey eləmədən yığ. Yəni Fazilin başçısı olur ki, bir dənə belə oxu. Mən Baharın qızıyam. Fazilin başçısı oluyam. Başçısı oğlu. Fazilin başçısı olur. Bir dənə açot sitələ, bir dənə mən gedim tez təlim tərəfsik. Açot sən. Ay müəllim, açotu nə edirsən? Al bu nisə dəftər. Bakıb yığırlar. Haydi sən. Al. Nisə dəftərini ləğv elə, cır tulla getsin də, lazımdır. Kimsə var adam gəldi, bütün kəndin nisiyasını bağladı. Var adam nə doy müəllim? Ha. Mən ölmüşəm, var adam gəlsin nisyan balasını. Ağlımı işlətdim. Sənin ağlına qurban olum mən. İndiyə kimi sən nə qədər söymüşəm, təhqirləmişəm, alçaltmışam. Bütün hamısını sənin üstünə götürürəm. Daim Fazili yüklüyürəm, daim Fazili olsun. Neynədin, nə tərlərdin? Bir dənə ver. Nə qədər Alverov hamısını mənə ver. Ay bu nədir axır ki? Tələsmirsən? Yox, tələsmirəm. Nədir? Al mənim, hamısını yığın. Oğuzuma. 2 onluq. Baharın balası. Bu nədir? Bütün nisyan bağlı 2 onluq nədir? Neynəmsə bir də ətrafı dönüş. Bu nədir avladım? Ətrafdan şıdlağarım. Sən bu nədir? Bugün nə oynasın və başıma? Danış oğlum. Pərdən açma qadınım, pərdən açma. Nə qarımsan deyirəm? 1+1 kampaniyası eləmişəm mən. Deməli bizim mağazadan kim bir dənə nəqd
bir şey alsa, onun nisiyəsini bağlayıram. Aha. Ben tam qavraya bilməm, amma 1 + 1 də stansiya. Demək, bəlkə Şakirəm gəldi. Aha. Gəldi, dedi, mənə bir dənə bizon. Nağdı nisiya? Bir dənə nağdı bizon. Aha. Alan kimi mən də onu açdım dəftərdən, köhnə nisiyəsini bağladım. Nə qədərdir köhnə nisiya? 150 manat. Bir manat verdi, elə 150 manat getdi. Bəli. Baharın balası. Ay! Hara qoymuşsan lomu? Oğlum, belə bir şey eləyə bilər. Bir dənə kampaniya tərsinə eləyə bilər. Bir dənə nisiya alım, bir dənə nağdını silək. Olar. Ha, bir dənə onda lomu gətir, nisiya lomu götürüm, sənə nağdı siləcəm yer üzündən. Bir dəqiqə, gözləyəm, bu nə? Daya vəfa zəng eləyir, sevgi zəng eləyir, indi də duyğu zəng eləyir. Hə, duyğu? Nə olub? Görmürsən, uşağı bir görünə günə qoyublamın sifətinə bax. Kim döyüb də Kamran? Bir dənə onu mənə deyir. Qonşunun uşağı. Qonşunun uşağı bilmir ki, Sadiqin oğluna əl vurmaq olmaz. İndi qonşunun evini dağıdım mən. Göt. Ya baş etdim mən. Ha! Ha, 50 dənə qonşu var. Kimdir konkretlərini gedim bilim də kimlə dalaşıram. Kim? Buna görə qayıtdın gəldin. Qonşunun uşağı da sarı pişiyin qızı var, Ləman. Leman. Ha. O Leman. Ha, Leman var. Yox, mən həm sevinirəm, həm üzülürəm. Bu, nəyə sevinirsən? Hansı gün və sevinirsən ay Sadiq? Sevinirəm ona görə ki, bu gün bizim məktəbdə son zəng çalınır. Üzülürəm onu. Yox, bunun son zəng olmuş. Yox, sevinirəm ona görə ki, Leman cəngavər kimi böyüyür. Leman atası gürürlənir, fəxr edir. Qocasını alım deyir və belə şeylər deyir. Amma Kamran atası olaraq çox kədərlənib. Asal da demiş. Bir uşaq samırında bir tərpəndə bir içinə şillah da. Eyb yox, uşaqdılar. Dalaşıbdılar, barışarlar. Yaxşı vurmuşsan. Nə barışarlar? Barışmaq zat qutardı. Hələ o sarı pişik var. Sakit diyana kirayəçidir. Bu boyda dilini çıxardıb mənə. Utanmır da, utanmır. Üzü də var. Mənə deyir ki, mən bu evdən onu çıxardacam. Hə, məni ev yəsi mənə, məni çıxardır evdən. Hayır ömrüm, atalar nə deyir? Deyir, sarı it hürər, qara karvan keçər. Ha, fikir vermə da, başqa dönüm, hər sözə fikir vermə da. Sən deməklə deyil, nətər fikir vermə? Fikir vermə deməklə deyil. Mən bilməm, sən onu gedirsən o evdən çıxardırsan, qutardı, getdi. Söh. Qadan alım deyirəm, xahiş edirəm, gəl bu söhbəti bağlayaq, çox uzatmayaq. Sakit dayan, gedirsən onu çıxardırsan evdən, qutardı. Artıq söz eşitmirəm, getdin. Kamran, sən çox bəş vurmadın Lemanı. Halal olsun. Yox. Həll eləyəcəm. Oturmusan hələ? Dur da, dur. Dişimi yuyum, sonra şey Ay, nə dişi yuyum? Dişimin vaxtıdır. Yo, ayaqlarını yuy get. Ayağımı yuyum, hə düzülsün. Deyirəm, nəyəsə yuyulmalıyam, mən. Bugün nəsə çimməyə gəlir. Uğurum, Uğur. Ürəyim yaman bulanır. 100% oğlumuz olacaq. Xeyirlisi. Amin. Xəbərin oldu da. Nədən o? Qonşularımız yoxdur, sevgi ilə duyğu. Sadiq üçün çəkir. Dünənləri uşaqların üstündə biri-birinə bir qırışıbla, bir cırışıbla gəl görəsən. Bütün kəndi səsləri basıba, özdə uşaqlarının gözünün qabağında. Bütün kənd bunlardan danışırlar. Bütün kənd. O qədər pis olmuşlar. Nə pis olursan? Uşaqların yanında dolaşdığına görə? Yox, Uğurum. Səhərə qədər fikirləşirəm ki, kaş mənim ürəyim belə 7-8 il ondan qabaq bulan idi. İndi uşağımızın bir 6-7 yaşı var idi. Mən də hansı bir qonşu ilə dalaşardım. Bütün kənd məndən də danışardı da. Mən kimin kəndindən əsiyəm? Ay, yaxşı da. Tələsmədən bir şey qalmayıb. Bura bax. Fazıl gələndə o ürək bulanma söhbətini biraz kırt elə. Arxayın ol Uğurum. Mən sənin kimi ərin yanında yat kişini çənəboğaz olmayacağım ki. Salam, nətərsiz? Əla. Uğurun da əhvalı yüksəkdir. Laf yaxşı. Amma mənim ürək bulanmam çoxdur Fazıl qardaş. Əl-qərəz. Əl-qərəz. Gözün aydın olsun. Uğurun bu yaxınlarda ata olacaq axı. Nöqtəni qoy. Nöqtəni qoy deyəndə ki. Ay,
sakit dur. Gəlmişik mebellərə baxmağa. Mebelə baxan utanır demirsə. Bu yaxınlarda uşağımız gəlir deyənə, deyir uşağın otağını indidən hazırlayaq. Deyirlər burada antik uşaq mebelləri var. Gəlmişik seçək. Əhə dedim. Uğur, ata olursan mənə niyə demirsən, ha? Biz qardaşıq, Biz qardaşıq, təbii ki. Amma yəni hələmə heç bir şey yoxdur. Elə bir ehtiyac yoxdur istərsən sözə söhbət. Yaxşı, burada durmayaq, keçək içəri. Düz deyirsən, uşağı soğuk olar. Gedik. Sənə dedim sakit dur. Ağzımı açdım, qonşunu salam verir, salam Sən vermir. elə sakit durursan belə. Danışsan Sən nə mənə yersən? vurum, sənə qurban. Ağzına çıxsın, ətəyə tökülsün. Başqa işə demirəm. Mən evdə yox idim, mən nə bilim, mən gəlmişəm əncama qoz. Ay qaynana, başqalarım, bir dəfə imkan ver, öz problemimizi özümüz həll eləyək. Yalçın niyə sözsən? Ha, yalansın deyirsən. Ha, elə bir də... Ha, tam pərdən götürmüşsən, ha, belə şey. Ha, nə deyib də bir şey olan ki, mamana deyirsən. Ha, nə? Qadınalım, qızım, başındadır. Sevgi, sən ağıllı qadınsan, başını işlət də, sənin qızın cəmaat uşağını dövdü. Sən sakitləş də. Sadiq, sən məni yaxşı tanıyırsan da, mən uşaq-muşaq söhbətinə qarışan deyiləm. Aysa oldu. Uşağa görə də hələ onunla dalaşan heç deyiləm. Amma, bax, başımı işlədirəm. Başa düşürəm ki, nə başa düşürəm qızım? Anasının üstünə cümması artıq idi. Anasını mənim üstümə cümmağı artıq idi. Başa düşürsən, o bu günləri bu bohtaşıya görə mənim üstümə cümürsə, sən ax məhəllədə məni biavər eləyər o. Sən o başı işlədirsənsə, mənim zat başıma. Ya, şey eləyirik, eşitəm, mən gedərəm bu söhbəti həll eləyərəm, danışaram, narahatımın yolunu verəm, sən boş ver. Nətər boş verir, boş zat verəmmərəm. Mən bu saat burada durmuşam, fikirləşirəm, beynimi işlədirəm, kəlləmi işlədirəm. Nə deyirəm, nə başa düşürəm mən kəlləmi işlədib? Başa düşürsən ki, o gündə sənə desin, çıx bu evdən. Madiri ki, səni bu evdən çıxardıram, o kimdir? Ay bir dayan, ay bala sən nə istəyirsən? Ay qızım, niyə dağıdırsan yuvamızı? Ay bala, elə bir bala sən ana bu deyib. Sevgi 50 dəfə demişəm ki, o qara pişiyə baş qoşma, sən səviyyəli qadınsan. Deyir, qara rəhdə itürər, elə deyir də, karvan keçər də. Ay bala, boş, bıraq da ondan açıq da bu. Hakikaten qalım, mən də onu istəyirəm da, mən də istəyirəm ki, o karvan keçsin, cəhənnəm olsun, öydən çıxsın, xarabasına, haraya cəhənnəm olur, getsin. İstəmirəm, Sadiq, onu evdən çıxardıysan. Bu dəqiqə, bu saat, bu saniyə. Çıxard onu, rədd elə getsin. Çıxar dersən, çıxar dersən, yaxşı. İstəmirəm. Nədir? Bunlar bir damın altında nədər qalacaq, ha? Bütün planlar... Başqa şey, sənlə danışmıram, telefonla danışıram. Mənim oğlum, gül oğlum, gül oğlum, bülbül oğlum, mənim oğlum. Ya, konserti bağlayaq, Uğurum, bu mebel də antiqadır ya. Gəl bunu da götürəydi, nə ola? Ha, yaxşı, bəyəndinsə, gəlib götürərik. Gəlib götürərik nədir, Uğur? Sən atasan, sən ata kimi, bu nə qayğısızlıqdır mənə qarşı, Uğurum, uşağıma qarşı. Belə şey, bax, bir sənə var. Əgər sən bu mebelini götürmüyorsun, uşağımı da götürüb gerim atamın evinə. Aha, başladı. Yaxşı, belə eləyək, götürərəm. Bravo, şey... Fazil qardaş, bu da zəhmət olmasa. Bağışda sən Allah'ım, əlim ayağım ağrıdı, dura bilməm. O vaxtı Vəfa hamilə olanda ürəyi bulanırdı ya. Onda o neyinirdi ürəyi bulanmaq üçün? Ölürəm. Sən belə elə ki, orada arvadlardan soruşdu. Bu Fazil nə bilir, o yaxşı. Sıxılır məni. Görəcək günlərimiz var. Sənə qurban olum, ay Uğur. Yaxşı ki. Fazil qardaş da mənim qardaşımdır, sən onu niyə qısqanırsan? Qardaş, qardaşın yanında danışılan söhbətdədir. Get də, nə get. Yaxşı. Sənin də vaxtını almayaq. Biz gedək. Ada vaxtımı almayaq deyəndə mənim işim bitib. Deyirəm, bəlkə gedək ata olmağımı qeyd eləyək. Hadi, sən də bayaqdan dirəşibsən ki, gedək, yiyib içək. Yaxşı, neyniyək ta? Əl çəkmirsən, gedib yiyib içərik. Babura bax, bölüşəcəyik ya. Bölüşəcəyik deyəndə sözü bir dəfən denəndən elə deyirsən, təkrar eləysən ki, bölüşək. Yaxşı, şimdi bölüşək deyirsənsə, bölüşərik. Bir dəfə dedim axı.
Hadi kişinin sözü bir olar da. Sən narahat olma, mən həll eləyəcəm. Mən həll eləyəcəm yer yurdu, nə lazımdır. Qalan da sənlikdir də, indi yüngül var görək, orada yeyib içməkdən, zaddan, maraqdan nəsə təşkil eləyərsən də. Əsas yer mənlikdir, narahat olma, belə səfalı yerlər. Yaxşı, yaxşı, yaxşı. 1, 2, 3, 4, 5. Bu Xeyransanın, bu Sovet kişinin, bunları da satacağım 2 manatdan. Verəcəm, qonşular götürəcək. Ne oldu ha? Fazıl vurur seni. Fazıl! Ne olur? Baş ne olur? Atam yadıma düşür, atamın kokusunu alırım bu kekliyordu. Atamla maz değilsin yerde. Kəkliyor tünelden başa. Qəbrinin üstündə belə bitib ay Sadiq. Yazık atam, yazık atam. Həmişə sevirdi, son nəfəsində mənə dedi ki, Sadiq oğlum, bir dənə kulağını get sözləri var, getirdim. Ne dedi? Laf bilirdi. Ya pərdən açmışdım, aç fəqət sən bildin və hə, nəysə. Torbağı sarı yaşasın. Nəysə. Nağarsan, neydisə kəhliyorsun, Heç nə. hata götürmüsən. Demədim, dədəmin qəbrinin üstündə bax, belə taya, bir dəfə getsəydim baxardın da. İrpələrəm, gedəməm, irpələrəm, mən gedən kim olub qəbrim. Heç nə, satacağım qonşulara. Bu Xeyransı istəyir, 2 dənə, 2 manatdan. Sovet kişi xəstələnib. Sovet kişiyə verəcəm, bunlardakı heç nə satacağım da qonşuya. Atam qəbrin üstündən yığıb satsan. Hə, mən nə Puluna verəcəm? qarsan, puluna qarsan. Qoyacam cübümə. Cübünə bax, ha, başa düşmədim ha. Atamın qəbrini mən götüzdürüm, onun sinə daşını mən düzəltdirəm. Sən üstündən çıxanları aparsan, belə şey yoxdur. Keçən də kişinin qəbrinin üstə kartoşka vurdunuz. Apardınız, satdınız, bir kör qəpiyin yası olmadım. Kişinin qəbrinin üstə bir də mümbü torpaq tapırsınız, əlinizə gələn əkim satır. Sinə daşını sataram, ha kişinin. Mən hər şeyə vadarlamışım, klətdə tapmışam. Mən hər şeyə vadarlamam. Nə satırsan, yarı bölürük. İşte ikimizin də tapışdı. Bəli. Sadiq, belə baxıram ki, sənin axırın nə olacaq? Mən bilmirəm. Sən bacınla burada bir kəkli yotu ilə dava eləyirsən. Ay balaca, sən dada sevsən. Mənim axırım axır olacaq. Yaxşı olur elə. Duyğu deyil, həmin dayadanın duyğu deyil ki, mən sevgini çıxar, sevgi deyil, duyğunu evdən çıxar. Qalımışam ortalıqda, mən bilmirəm nətər olur. Sən bu kəhli yotunu götürsən, pulunu istəmirəm, qoy cibinə, bax qarışma. Keçən kartoşka ilə də qarışmadım. Ondan əvvəl tütün əhmişdiniz, neynəmişsiniz də qarışmıram. Yenə də buyur, qazancını götürün. Amma bir şərtim var. Nə? Mənim bu problemlərimi həll elə. Yoluna qoya bilərsən. Qoy bir fikirləşim, görüm neyinirəm. Fikirləş başına da. Sən, ondan biraz dəmlə biçim dədəm yadıma saldım. Yazıq dedim, gedəmirəm. Keçən dəmə düz qəbirstanlığın yanına kimi getdim. Mahirdən qəbirdə Fatihə sat verdim. Şey yaxın gedəməyim. Ulama mənim evimdə demişəm. Sadiq, ulama. Mən olum, nətər yerdir? Bayaq yıxılmasaydıq normal yerdir. Sən canın yaxşı yer tapmışam deyəndə buranı nəzərdə tuturdun. Ay, nə pisdir buranı. Ya, turbanın üstündə oturmuşuq. O elə belə turbadır, bütün bu ərazinin atapliniyası bu turbadan keçir. Qap qaynardır. Əsas yerin üstü olsun. Ataplə ilə kəsdilər deyəsən. Turba soyuyur yavaş-yavaş. Sən canın demişdin bəs. Salam Məlik. Sən qonağımız ol. Və demişdin restorana aparacam səni. Restoranda nə var? Hər səfər restoran. Gül kimi təbiət, gözəllik, mənzərə, ləzzət. Sən canı təbiət qırılmamış gəl bunu içək. Məşhur Çin atalar sözündə deyilir ki, qanmaza 100 söz desən də çatmaz. Ağıllı adama bir sözlə bəs eləyir. Amma arif adama heç söz deməsən də başa düşür. Çatdı? Yox, nəsə çatmadı. Deyirəm gəl bunu içək. Adamı susanda da başa düşən kişilərin sağlığına. Yox, bir dəqiqə dayan görüm. Bro, mən ata olacam. Bu sağlığın ona nə aidiyyatı var? Bir düzənməli sağlıq denəndə. Yaxşı, deyə bilmirsən, özüm deyərəm. Saxla görüm bir dəqiqə. Xoş gəlmişsən, ay Vəfa. Xoş günüvə gələk. Əli boş gəlməmişəm. Nə əziyyət çəkirdin? Əziyyət nədir? Qardaşımın evinə gəlmişəm. Günə baxan yağı gətirdim, həm də patrondan. Bir qəşə yemək pişir görək. Sən heç narahat olmaya Vəfa. Bizim evdə də ancaq və ancaq soyuq sıxımın əldə edilmiş, kimyəvi qatqısı olmayan tam təbii patron yağı istifadə edilir. Bildim, bilməyənə.
Deyirəm, dur, mən gətirəm patron yağı ilə. Bir yemək bişir, əlvin duzuna baxın. Top səndədir. Aha, ötür. Ay can, soldakı. Hə, ver. Onu. Ay. Gol! Sən niyə sevinmirsən ha? Sevinirəm, amma ikinci sən neyniyəsin? Ya heç nə. Hücumçunu çıxardacağıq, müdafiəçini salacağıq. Onu demirəm. Bizon bitdi, mən bizona həvəslə baxırdım da, ikinci sən neyniyəcək? Narahat olma, Yegişə demişəm, sənin dükanından bir kaset gətirəcək. Elə. Yegiş mənim dükandan bir kaset bizon gətirəcək. Kimin hesabına, mənim hesabına? Dağıdırsınız, mən getdim ha. Futbola baxmırsan? Mən bizona görə baxırdım da, Yegiş mağazanı dağıdır. Özün görsən də Sadiq, bura Qafqazın ən böyük 110 min kvadrat metr sahəsi olan Bizim Ev Mebel şəhəridir. Bizim Ev Mebel şəhərində 100-dən çox brendin mağazası var. Özdə avangard, klassik, modern üslubda həm yerli, həm də digər ölkələrin yumşaq, qonaq, yataq, mətbəx mebelləri var. Həm çeşid çoxdur, həm də uyğun qiymətlərədir. Maşın saxlamağa gör nə boyda yer var. Gəldin, maşını rahat saxlayırsan. Maşını rahat saxlayırsan, arvadı rahat saxlamaq olmur. O qədər mebellər gözəldir ki, gözü gördüyünü aldı. Amma mebel də elə buradan almaq lazımdır da. Gedək baxaq. Gedək. Əla olacaq. Smart boylar, ayaqqabımı tez təmizləyim. Sadiq, indi hər şey ən axırıncı dəqiqə saxlayırsan, Özün bilirsən ki, gecikirik. İndi mən oturub sənin ayaqqabı təmizləməvi gözləyəcəm. Tez yoxdur, hazırdır. Oy, Necədir? belə tez? Bəli, Smart'ın yeri məhsuludur. Bax, ayaqqabın çirklidirsə, harasa tələsirsənsə, götürdüm 1 dəqiqə. Nə yaxşı. Par. Mükəmməl məhsul. Heç də Sadiq, bu dəfə də sənin smart boyaları vəziyyətdən çıxartdı ya. Getdik. Patronun, Bizonun və Bizim Ev Mebel şəhərinin baş sponsorluğu, Smart boyalarının xüsusi sponsorluğu ilə 2 qapı arasında serialı reklamlardan sonra davam edir. Ay Duyğu, nə oldu, nə məsələdir? Ay qız, heç nə, salamatlıqdır. Az mənə bax, deməli işləyilən doğrudur, hə? Oldu, keçdi də, boş ver. Can Duyğu, bədbəxt Duyğu. Buyur. Bəxtsiz, talihsiz bacı. Gedən dəzir, gələn dəzir. Gör yazıq qızı necə qısnayıblar ki, dili gəlmir, danışsın, mən az nöşqə oxursan. Məni? Az eşitdim. Heyasız ləçər. Sevgi sən həyəti içində sürüyüb saçından. Az gəlsizsən, heç xəbər eləmirsən. Heç hayır eləmirsən ki, bir harağı gəlim çatıb tutum saçına sürüyüm onu məndə. Az kimi sürüyüb? Mən sürüyüb. Mən sürüyə hələ doğulmayıb ha. Mən sürəm, danışıram. Bu da gelib düşüb qonşuların canına başlayıb bir-bir danışmağa. Az mən demədim. Az yaxşı. Alış gəlmə mənə olmaz. Niyə? Nə olub sənə? Biz gözümdən görmürsən hamilə ya. İki daşın arasında sən neynədin? Yaxşı, ağız iki daşlı da. Gör necə ilk olmalıydı da. Ay Duyğu, nöş gəlmişəm, asağını qoy qırağı yeyib, barışarsınız. Mən bilirəm ki, sən güvənəzənsən. Sən yumurtanın sarısını indi yiyirsən, bir aydan sonra yumurtanın ağını keçir. Baxma, Kamran uşaqlı paltalarından qalar səndə. Ayzə, Fərqid onu giyindirim uşağına. Yaxşı, verərəm da, verərəm. Sağ ol, sən bacısan da, inanırsan, oyun yuxuda görürəm ki, sənin yoldaşın mənim uşağımın kirvəsidir. Əhd eləmişəm. Uşaq olan kimi kirvə tutacam yoldaşımı. Zəng gəlib bir dənə kirvə ilə halallaşım, bir salamlaşım, sağollaşım. Az göz qoşunu iş oynadırsan mənə. Az kirvə gül. Kirvə gül nə də? Qızıl gül. Əlində ucunda qalsın. Hələ bir dünyaya gəlsin, sağ-salamat. Hələ bilmirik cinsi, qızdır, oğlandır. Yo, Vəfa, ürək bulanmandan hiss eləyirəm ki, oğlan olacaq. Yaxşı eləyəcək, qoy sağ-salamat gəlsin. At, işin olmasın. Atışarıq, özümüz belə pal-paltar alarıq. Ayaqqabısından, papağından, hər şey alarıq. Ayzə, varam da bu qızsın. Sən kişi qızısan. Vəfa, sən demirsənsə, sənin ağzından çıxımsa eləyəcəksən. Bax, mən sənə arxayınam ha. Hava soyuqdur, uşağı da soyuq olar. Yeri get dayı. Düzləyirsən, gedin. Hə.
Get day. Oy. Az bundan olan ne olacak? Bundan olan ne olacak? Nə əcəb soruşmursan, baldız burada nə edirsən? Bilirsən də, niyə gəldiyimi, niyə soruşum ki? Bayaq dinmədim. Yaman əsəbi idin. Vəfa, sən özün gördün də, nə oldu, necə oldu? Gördüm. Mən elə gördüklərimdən belə nəticəyə gəlib deyirəm ki. Ay Uğur kişi, day qolum qırıldı rumka tutmaqdan. Bir sağlıq desək də. Ha. Deyir, elə yaşamaq lazımdır ki, heç kim bilməsin pul səndə hardandır. Niyə sevinirsən, niyə gülürsən, niyə xoşbəxtsən? Gəl bunu içək xoşbəxtliyin sağlığına. Ay, yox, içək heç nə bilməyənlərin sağlığı. Heç nə başa düşmədim. Onda elə sənin sağlığın. Ay, bir dəqiqə deyəni, mənim sağlığıma niyə? Bayaq mən sağlıq deyəndə bəyənmədin ki, ata oluram. İndi o heç nə bilməyənlərin atalığa nə dəxli var? Bilmirsən də ata nə vaxt olacaqsan. Yaxşı, sən canım, bir düzəməlli sağlıq de, içək. İçmirsən bu sağlığa? Yox. İçmirsən? Yox. Dəqiq. Bilirsən nə var? İndən sonra sənlə mən içsən, mənə kim nə deyir desin. Başa düşmədim ha. Heç mən də içmirəm. Tapdığın yer bir yerdir, turbanın üstündə oturmuşuq. Bir bataqlığın üstündə otururuq. Hələ bir mənə naz deyilmişsən. Mən də içmirəm. O gətirdiyin zaxskana da çörəklə turşu buna bax. Turşu dənəm prosroçenlidir. Nətər yer tapırsan elə də yemək gətirirəm də neynəməliyəm? Sən öz qabiliyyətini belə göstərirsən ki də. Məndən böyüksən, mən sənə cavab qaytarmaq istəmirəm. Bəyənmirsən, aparıb evdə yeyərəm. Mən səndən böyüyəmsə, deməli mərifətli bir şey gətirməlisən. Yeri bəyənmir, nə olub, cəmaət ələlləxtarlar, belə təbiəti, gözəlliyi. Yaman, yaman təbiət də, sən canı yaxşı. Duyğu da kesib. Onun adını çəkməməyəm. Az qoy danışım da. Kesib yoldu mənim qabağımı ki, bundan sonra sevgiyə salam versən, mənə incimə. Dedim, şəxsi. Azı, Duyğu, sən kimsən ki? Belə sevgi həyasızlı ləçərdir. Mənim qəbulumdur. Buna bax, sən. Qızılgül, onu harda görsən var ha, o həyasızı görsən. Denən ki, gözümə görsənməsin. Onu iti qovan kimi qovacaq. İki dünya bir araya gəlir, onu qoymaram, o evdə yaşasın. Yaxşı da qutar, mən mənfi enerji ötürüm, mən özümü onu pis edirəm. Niyə ki? Mən həyəcanlamaq olmaz da. Niyə? Məzələm nə? Heç kəs bilmir ha. Mən də bilmirəm, nə olub ki? Daha nə olub ki, üzümdən görmürsən? Yox. Hamiləyəm də. Ay, səni şad xəbər olasan. Bir uğur bilir, bir də sən. Heç kəsə deməmişəm, gözdən qorxuram. Sevindim, elə sevindim. İndi döş gəldi. Ay qız, deyirəm sən təmizkarsan da, səndən istəyim. Qızımın paltarlarına verərsən mənə, qızıma geyindirərəm. Harada bilirsən qız, yoxlatdırmısan, aparata da salmısan. Aparatı neynirəm? Anlayam mən ürək bulanmamdan, mədəmin qıcqırmasına bilirəm ki, qız uşağıdır. Yaman tükür olacağız, yaldırır məni inşallah. Salamat olsun inşallah. Qoy deyən indi zəh vurum da ki. Kimə? Az dərisi harı zəh vurursan sən? Amma yox, düzdürsə, ərvə bir dənə zəh vur, icazələr, bir də icazə verməsin. Az faiz gülü. Bismillah. Ay vəfa, düşünürsün. Qızıl gül. Day, burada gəlib danışırsın, ürəyin bulanır, hamiləsən, day bildik də. Bildik də, ged evində bulansın ürəyin. Düzdürsə, çox qalırım ayaq üstə, gedim biraz o bir otaqda uzanım. O bir otaq nə day qız? Evivə get dedim, işim var mənim, bizi rahat bırak, yeri. Yaxşı vəfa, mənim səni işim var biraz da. Gedim sizə gözləyirəm. Yaxşı, get bizdə gözlə. Sağ ol, ay sevgi. Həyətdə gözlə. Nədir vəfa? Elə əsəblə gəlmişsən ki, elə bir günah məndədir. Əlindəkini qoy, əlindəkini qoy. Sevgi eşit, sənə bir dənə söz deyəcəyəm, onu qulağında sırğa elə. Nəysə, sən bilirsən ki, mən qırmızı adamam vəfa. Mənə gəldi deyirəm. Dedim, ay qızı, bilirsən nə var? Mən hamilə adamam, ürəyim də bulanır. Məni bu söhbətlərə qatma. Sonra? Heç nə, dedi ki, başa düşmədim nə deyirsən. Deyim, aslında başa düş, deyirəm sənə hamiləyəm, ürəyim bulanır. Az, keşniş gülü. Qızıl gül, meylim çəkdiyi götürmür. Bildim ki, hamiləsən, bildim ki, ürəyin bulanır, bildim ki, halsızsan. Bu söhbətin axırın oldu, bezdim 5 dəqiqədə 10 dəfə hamiləyəm, ürəyim bulanır, hamiləyəm, ürəyim. Mənim özümün ürəyim bulandı. Nasıl vəfa?
Sən yaman əsəbisən. Görürəm əsəbisən, hövsələn də çatmır danışmağa. Durum gedim də, ürək bulanma da öldürür məni, hamiləyəm mən, stres yaşamaq olmaz axı. Nöş gəlmişdim əslində. Bilirəm axı sən cüvənəzənsən, baxma vəfadarın o uşaqlıq oyuncaqlarına olmamış olmaz evdə. Dedim yığıb verərdim mən bacıya. Verərdim uşaq oynadardı da. Deyirəm yaxşı ki vəfadarın kalqotkalarını istəmədin. Az indiyə iqruşka qalar, indiyə oyuncaq qalar. Bir neçəsi var idi maşınlarından zaddan. Onun da təkəri zadı yox idi. Dedim ki, ay Fazil, əlindən gəlir də, əlləri sına idi. Elə günə qoydu ki, heç nə torbaya yığdım, vızıllatdım. Heç nə. Soğanla kişləyə bilərəm, ürəyim bulanır, hamiləyim. Bəs meylim çəkdi. Gedirsən bu saat sevgini o evdən çıxardırsan, tez elə. Hay balım 5 dəqiqə dincəlim gedirəm da. Sənə dedim, git. Ay bala bu nə həyatda mən yaşayıram. Allah padnos kəsən mənə tulur, nə olur? Hələ padnos harasıdır? Sən onu öydən çıxartma, böyüyü sən başına yıxacam Sadiq. Tez ol, get cəhənnəm ol, onu öydən çıxart. Əlimi havursam padnos açılacaq. Tez ol. Və başa düşdüm da vay. Gəl ay oğul kişi, gəl. Ay sən nə dəymə düşər adamsan, hə? Sözüm sənin xətrivə dəydi. Hə, yaxşı. Ay yavaş, ay bugün sabah atı olacaqsan biraz dik dur, yaxşı deyil, gəl. Şəhsin, bəxsin, ay Uğur, bu nə dadı? Adı bu nə dadı? Bax sən, ay Uğur, adı mənə ağır olmaz, ay Uğur, qurban olsun, özümü toxta, Uğur. Hemen kurban ol. Adı bunu yine kim içirtti? Kim içirtti deyəndə elə ikimiz oturmuşduq. 100 saat çay içdiyimiz yerdə hansısa ev yıxan, ailə uşaq qədri bilməyənin biri apar bunu içirtti, hə Uğur, hə Uğur? Heç nə demirəm, heç nə demirəm Uğur. Səni içirdən var ha, onun görün beli sınsın. Yox, Ayşe. Onu görün, evi başını uçsun. Ayşe. Onu görün. Onu görüm arvadı ölsün. Ayşe. Bir daha görüm nə danışır bu. Belə deyir bu da qızışır. Qarğış eləmək, hamiləsən. Qarğışın iki başı olur bu. Olsun. Ada gəl, ayıbdır da Fazıl qardaş buradadır. Gedək yoxurum, gedək başıma dönüm, gedək evə. Gedək. Ağzıma gəldi ya. Yavaş, yavaş. Qoluma. Deyirəm, bax Fazil, içməmisən rəngin ruhun özünə gəlib. Bu da ağ saqqal olub mənim üçün. Nümunə göstərirəm ki, Uğur kişi. Nə Uğuru? Gənclər bundan nə belə nümunə götürəcək ki? Ay, mən bir əsər oxumuşam. Saxla, nə əsər? Keç evə. Gəl, başıma dönüm, gəl. Yavaş, ay Uğur, yavaş. Nə gözəl mənzərə. Hadi hara gedirsən? Yavaş, ay Uğur. Deyirəm Uğur kişi, gözün bağlanına kimi sən də bir şəxsiyyətli adama çevirsən, yəni faydalı adama çevrilir də. Gözə işimə dəymir. Nə tərsiz qız? Necə olacaq? Hamiləyəm, ürəyim bulanır. Maşallah pərdəni cırıqlamısan. Sən nə tərsən Uğur kişi? Bla. Onda yəqin ikiz uşağınız olacaq. Sağlam böyüsün. Bir ailə də bunlardan. Yal kızım, yal kız. Ay yetim, sağ ol. Yal kızım. Hadi yalqız nöş olursan mən boyda arvad yanımda yavaş. Ay kız. Ay can, hadi yavaş. Necə yer fırlanır. Der bağa girdim üzümə, tikanı batdı dizimə. Əyildim çıxartmağa, vəfa sataşdı gözümə. Fazil qurbanın ollam. Vəfa heyranın ollam. Sadiq qurbanın ollam. Bacın heyranın ollam. Maşallah. Ailələrimi dağıtmışsınız, mahnı oxuyub qeyd edirsiniz. Dənəmləm də. Fazıl, nə edirsən? İş görür. Su filtrini düzəldirəm. Direli ver, kömək eləyim. Yox, direlli iş yoxdur. Direllə çox işlər görmək olur. Sən direl mavi. Sadiq, nə olub bacım? Kömək eləmək istəyirəm də, iş görmək. Eləmə. Sən direlliyər ama. Direlliyər ama. Yaxşı, mən başın qurban, nə oldu ki? Nə var deyə Sadiq bu? Lamanla da danışdım, Kamranla da. Deyirəm, niyə dalaşsınız qadınam? Deyir, Faziləm bizi dalaşdırdı. Fazil, başını bir arvadın koltuğunun altından çıxır. Dili bir arasın koltuğuna. Ulan deyil arvadın da bir şey.
Fazil, məndən alçaq adam yoxdur. Məndən şərəfsiz, məndən ləyaqətsiz adam yoxdur yer üzündə. Ay, onu bacım vəfada bilir də, başqa şeydir. Görsəm də. Söz və qüvvət deyil. Hala söz və qüvvət, mən əsəbləşmişəm, deyirəm məndən alçaq adam yoxdur, sənin ailəni dağıtmasam. Gör mən nə deyirəm. Ay, onun ailəsi mənəm də. Sən bacının ailəsi dağıtmasın. Mənim ailəm niyə dağıtırsın? Sənin bacın ölüb mü vəfa? Sənin ailən dağılsın. Bu iş qoyaram. Nereden? Onu qoy da, qorxuram mən. Allah. Bacın, danışıram, bir imkan ver. Zırt, nə olub? Bax, Ne var? Ne ev yoktu şeyler. Başın qurban, getdim sevgigilə. Dedim sevgi, sən düppədüzsən, gedirsən duyğunun saçından belə yol atırsan bayra. Elif sen dedin mi? Mən dedim ya. Başa bak. Sonra da gəldim, dedim az sənin baldızın ölməyir, duyğu. Ki sevgi kimdir ki, haranın zivi... Zibili ki belə dedim ki, tutursan elə zibil kloku kimi də vızıldadırsan buraya. Beyine bak, biri uşaqlarımı qırışdırır, biri arvadlarımı qırır. Fazıl özün eşitdim kulağın. Sen dedin mənim arxa dişimdə blom var, onu bir dənə aç, onu plan qurma aləmi dağıdırlar. Nə bir rəsmisin. Gəlin səni plan quraq, indi düşdüyünüz vəziyyətdən çıxardaq məni. Gəl Fazıl. Yeməyim də yandı. Gəl yemək vaxtı, 16 söndürür. Arva sallayın, öl də nə belə olur. İşte, nə olub, yapışmısan mənə. Ay, gəl də, nə? Gəlirəm. Gəl, Sami. Gir içəri, yekşiyik. Sizi bura yığmaqda məqsədim odur ki... Fazil dayımla adam olmayıb, olmayacaq. Sağ ol bacı oğlu. Sən də sağ ol Aydar. Bu da ağla batan fikirdir, amma tam başqa şey üçün çağırmışam. Deməli, mənim uşaqlarım dalaşıb evimdə, yəni evlərimdə problemlər yaranır, ailəm dağılır. Ona görə də mənə biraz variantlar deyin, yəni planlar deyin, vəziyyətdən çıx. Mənim bir dənə təklifim var. Ha, buyur. Deməli mən girirəm yavaş dükana, yaxınlaşıram mağazanın kassasına, açıram kassanı, baxıram mən olmayanda alverin qəşəng gedir. Götürürəm buradan pulu, yavaş da çıxıram çölə, Versabet satan dayanıb orada. Pul axtarıram, cibimdən pulu çıxardıram, verirəm qaqaşa, Versabeti alıram. Ağıllı fikirdir. Deməli, sən aparsan velosiped versən Kamrana. Kamran Ləmanla barışır. Onlar da barışır, mənim problemlərim qutarır. Qəşəng fikirdir. Yox, ay müəllim, onda da biraz geç satır, elə bir. Ay mən velosipedi özüm üçün alıram. Sən atası varsan da, gedib alarsan da uşaqlarda velosiped. Mənim evimdə problem yaramsan da sui-istifadə edib ki, mağazanı dağıtsan. Elə deyil. Çox qəşəng başın işdir. İndi sənə bir dənə şapalaq qoyacam. İt kimi zingilləyəcəksən. Nə tər mənim? Bax belə. Oğlum, özün qorxusun. Yox, biraz ağzı əldə düzələcək. Başqa kim zingilləmə, başqa kimin təklifi var? Gör nə deyirəm. Gərək mən bir böyük kimi düşüm qabağa bir böyüklük eləyim. Uşaqların ikisini də çağıtdırım. Mən deyəcəm, siz başlayın yazmağa. Bu dava əsnasında Ləman, yox, A. Mənə dəyən maddi və mənəvi ziyan kimi təzminat olaraq 3 otaqlı ev. Ay Kamran, ay 2-nin 3-ə peridelka nədir? Bildiyimiz 3 otaqlı ev. Davam eləyirik. Təzminat verilmədiyi təqdirdə qarşı tərəfin anası ilə işim yoxdur. Atasına 2 ay həbs qəti imkan tədbiri. Ay Ləman, 2 il nədir bala, insafın olsun. Xahiş eləyirəm ərzəmə təcili baxılsın.
Ay baş bu ben tutturmak istedim. Allah'ımı gedireceğim. Ay sənə qurban, başın qurban, heç qoyar başı, amma qanunla danışır. Ay ay dil bilmez insan. Kanunla olsam ben içeri gideceğim. Ay Sadiq, 2 ay həbs qəti imkanım dəyişdirib 2 günlük dama bastırıram da. Bir de şapalak sana Ay bir geldi. də dayanı görüm. Belə olmur ya, ay Sadiq. Bunu rahat, sakin şəkildə məsələni həll eləmək lazımdır ya, belə olmaz. Ne tel verirsen. Ne diyor ağlım yapışı benimle. Qulaq asın. Deməli, ay Kamran, ay Ləman, bibi sizə qurban olsun. Hə, siz bacı qardaşsınız, ona görə gərək dalaşmayasınız, mehriban olasınız. Bax, sizin bir atanız var, Sadiq. O kimdir? Sadiq mənim qardaşımdır. Gör, heç biz bacı qardaş dalaşırıq. Yox, ona görə siz də elə dalaşmayın, mehriban olun, barışın. Ana, Kamran benim kardeşimdi. Ana, Ləman mənim bacımdır. Nə? Yine benim bacım. Ha, bacıma kurban ol. Yine dadıma bacım sattılar. Benim iki küsülü balamı barıştırıp beni hayata küsürüp benim yuvamı dağıtıp senin yuvanı dağıtmasam ben ne şerefsiz kardeş yok. Sen baş olmadın başıma problem ol. Solumu alırsan varımı dağıtırsan aleme sosyopatsın. Böyle başı yok da ha. Böyle şey yok da özgü yıksın ha. Ay müəllim, mən yaxşı sənə özün sənə. Başıma dönərəm. Sən niyə söhbətsən? Mənim dayım Fazil deyirdi ki, Sadiq müəllim kimi tupoy adamlar çıxış yolunu özü tapır. O? Mən demişəm hə? Nə vaxt demişəm? Nə var deyim? Bəlkə qulağıma demədin. Senin kulağına elə bir söz deyəsəm ki, Fazil, sen kulağım düşəcək. Qoy mən problemi həll edeyim. Özümün bir dənə planım var. Deməli belə eləyirəm. Deyim dağıdırsın qızın planımı. Karışmayın! Yeni ev geldi, yeni eve geldi. Nay 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 nay. Ne tardı? Haydi sen. Bunun adı da Sadiq deyildi be ya. Bu maklermiş ki. Ha, Sadiq adına makler olmur. Bu da öyle da. Bu işi budur da. Ev ne tardı? Ne kadar şey oldu. Geniş daha maşallah. Çok hoşuma geldi. Sadiq, mən bir dənə bir şey başa düşmürəm ki, biz niyə öz evimizdən çıxıb gəlmişik əvvəl sevginin qaldığı evə? Ha? Ay bala sen demedin. Sevgini kovala geçsin. Sevgini çıkarttın. Biz de geldik. Bu ev de bizimdi daha. Ay, başa düşdüm də. Niyə oradan çıxdıq? Biz onu başa düşmədim. O evden niye çıktın? Hə. Ha, biz niye o evden çıktık? Bəli. Deyirəm, biz niye o evden çıktık? Mən nə bilim. Yok, sen de maklersen, sen bildiğini rahat dene. Niye çıktık biz oradan? Aç mən şey danışım. Ya, molozon pardon onu. Ay oğlum, bir makler kimi elə konkret fikrini denən açım hər şeyi danışım. Biraz uyğumu yoxdur mənim. Abi, açığı deyim sizə. Bu evə mən bir dəfə də kiraçını tapa bilmədim. Hə, belə bilirsiniz. Boş qalmışdı. Amma o evə kirakeşi çıxan kimi təzədən kirakeş tapdım, başa düşdünüz. Mənə bax, üçümüz yaxşı adamdır gələn. Əla adam deyə. O vaxtda dediniz ki, əla adamdır. Sonra gördükdə duyğu başımıza oynaşdı. Nə oyun açıb ki, bacı? Ya sənin nə bir dəqiqə lazımdır sənin. Sən mənim qalın diləndə baş. Ay nə deməyim bu söhbəti. Ay əmrim, yad adamın yanında niyə evimizin sirrini danışsın? Boş qandır. Get işlər yeri verirlər. Gedin beşlərimizi yer-beyir eləyim. Yad adam oldum, Sadiq. Hə? Uşa yad adam oldum sənin üçün. Bir boyuna pıxına var. Ben de söyle çıksın hakkısı mı diye. Başın farkına. Sen tutun da sağ. Şöyle de yok. Bizim hakkı hesabı ne kadar ilerledi? Deməli, sən bilirsən də bizim işimiz ağırdır, sənə qurban olaram. Çox əziyyət çəkirəm bu işdə. Ha ne əziyyətsə, evi bir övrətsən məndən tövmüsən, remont eləmişsən, mebel al. Neynəmişsən ki, bir də evi göstərmişsən də, başqa dönür. Xahiş edirəm səndən, başa dönərəm Sadiq. Gəl, əlindən pozmayaq. Deməli, qayda belədir ki, 600 kiraya götürən, 600 də kiraya verən verməlidir. 600... Ha, evi verən də mənəm, götürən də mənəm. İndi mən 1200 man sapol verməliyəm.
Evin 200 yox, bəs o bir evin pulunu kim verəcək? O bilsəm nə qədər elədi? O da elə 1200 manat eləyib də. 2400. Ha başın qatın sən 2400 manat bir yerdə görmüsən. Vermirsən ki, geyib bacılar deyirəm ki, Allah tutsun onları. Ha, hərəkət. Allah tutsan nə də başa düşmürəm. Allah tutsun da. Bunu da arvad döyürsən, bunu da arvad döyürsən. Bir, iki də arvad saxlayır, hə, belə? Mən satsan, bəli. Sən olsan mən satsan, mən də deyəcəm ki, bəs onun adı Sadiq deyil, o makler deyil, o vicdansız adamdır. Belə deyəcəm, xəcalət çəksən də. Mən belə şeylərdən xoşum gəlmir, Sadiq. Yekə kişi sən oğlumun olsun, ara. Sən elə düşün də mən gəldi qazancam, Mən heç itirmirəm. Mənim ailəm dağılır axı sən desən. Bu nə? 2 dənə uşağım dalaşıb, mən 2400 manat yana düşürəm. Verməyib pul, amma götürməyəcəksən. Sən bilsən ki, bu nəyin puludur? Ürəyin dağılır. Nə puludur? Mənim atamın qəbrini başlasın pulu. 300 yığıram mənim atamın. Bunu torpağı sanıyorsun. Götür. 2 ilə çıxıb mənim Sadiq. 4 ilə çıxıb ya. 2000 Allah bərəkət versin. Allah bərəkət versin. Böyle şey yoxdur. 2 dənə uşağım dalaşdı. Axırda yazıq atam cəzasını ödədi. Ne dedi? Ay Sadık. Yatırma dedi ki. Böyle şey yoktu. Keçəldi kartoşka vurdunuz kişinin qabırına. Kartoşka. Uğurum gel gideyim ve gideyim başına dönüm Uğur. Sıkan eləyir də. Başın heyranın olam, başın qurbanın olam. Sen niye oynuyorsun? Ne oldu? Sen o sendir eldi araba. Sen o sendir eldi araba. Eleme. Aa. Sen o sendir eldi araba. Sendir eldi araba. Deyir bizim Faziləm fitnələr dalaşdırdı. Bir dənə başını arvadın qoltuğunun altından çıxar. Deməli heç nə. Getdi. Sakit də danışıram axı. Uşaq deyil. Al, ver mətə. Ha. O evdən oradan biz niyə çıxdıq? Biz o evdən niyə çıxdıq? Hə? O evdən biz niyə çıxdıq? Sən də vicdan hesab çəkirsən, pis olasan. Mən belə şeylərdən xoşum gəlmir, Sadiq. Məni həyata küstürür, mənim yuvamı dağıt. Sənin yuvanı dağıtmadan. Mənim 2 küslü balamı barışdırır, məni həyata küstürür, mənim yuvamı dağıdır. Sənin yuvanı dağıtmadan. Yaxşıdır, yaxşıdır. Məni həyata küstürür, mənim yuvamı dağıdır. Sənin yuvanı dağıtmasam. Mən hələ gözümü qaçışdım, gözə gəlməyim. Yox, qoyun ikimiz. Patronun, Bizonun və Bizim Ev Mebel şəhərinin baş sponsorluğu, Smart boyalarının xüsusi sponsorluğu ilə 2 qapı arasında serialı başa çatdı.